öz doğma torpaqlarına qayıdacaqlar. Və buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq eyni zamanda bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin deməli, tərkibi, ondan sonra harda işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların indi sahibkar fəaliyyəti vardır, yoxdur, onlar arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir və əsas sual onların deməli, öz torpaqlarına qayıtma istəkləri ilə bağlı olacaqdır. Bu öz yerində ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim və artıq göstəriş verdim ki, Dövlət Qaçqın.com-un balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir deməli proqramdır. Ona görə həm növbədə dayanan, bu günə qədər, müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, keçmiş köçkünlər bunu düzgün anlayacaq. Mən hər şeyi həmişə, necə deyərlər, necə var elə də demişəm.